Dostlar, Şovalandayıq və burada belə bir plastik kompozit hovuzdur. Su buraxırdı. Dəfələrlə təmir olunmağa çalışılıb. Effekti təəssüf ki olmayıb. Yəni bu standart hovuz deyil. Yəni bu qabırğalarından da görünür ki bu monolit kompozit, yəni ki şüşə parça və epoksitdən düzəlmə standart evdəki vannalar kimi, amma böyüyündən hovuzdur. Su buraxırdı və bizim xüsusi, yəni ki bu aşağı hissədə yaxınlaşdırırım. Bu bizim xüsusi yüksək sıxlıqlı maye rezindir, hansı ki tapança ilə vurulur və qıraqlar da həmin materialla işlənilib. Amma görünür də, yəni ki o birləşmə yeri skimmerə birləşmə yerdir. Plastik hovuzun, yəni ki orada da yırtıqlar var idi, aralar var idi, deşiklər var idi, onlar da bağlandı və divar bu artıq ikinci qatda vurulub. Yer isə hal-hazırda ikinci qat vurulub. Maye rezin boya mənfi 25 müsbət 80 dərəcə isti gün şüasına dayanıqlı materialdır. İstənilən hovuzda tətbiq olunan yüngül rastvor turşulara və kimyasallara dayanıqlıdır və istənilən materiallara, o cümlədən plastik, şüşə, kafel, metlaq, aqlaydaş, mərmər, qranit, travertin və s. Yəni mala, daş, suvaq, istənilən materiala bu yapışır. Həm daxili, həm xarici, həm içməli hovuzların üçün yararlıdır, çünki gigiyenikdir tam. Gün şüasına dayanıqlı üçün həm çöl, həm içəriyə bunlar tətbiq olunur. Bundan başqa da istənilən digər istilik izolyasiyası materiallarımız var. Səs izolyasiyası materialları, elektrik izolyasiyası, antikorozyon örtüyləmə materialları, sex, zavod, avtoparkovka, qaraj, yol örtüyləmə materiallarımız var və istənilən örtüylər üçün və belə deyək də qeyri standart, keyfiyyətli 21-ci əsrin nanotexnoloji örtüyləmə materialları və qoruyucu materiallarımız var. Və həmçinin də onları yüksək professionallıqla tətbiq edə biləcək ustalarımız da var.